element atomu oktet qaydasına uyğun gəlir. Kalsiyum var, xlor var, hidrogen, fosfor, kükürt, bir də kalium var. Burada müəllim kalsiyum 18-ə gəlib oktet qaydasına tamamlanmaq olar. Bəs Xlorda xlor? da birini alıb, Aha. nə müəllim? Düz deyirsən, xlor. Hə, xlorda da birini alıb özünü argona bənzətmək olar. Hidrogen birini alıb helyuma bənzətmək. Bunlar dublet olacaq elə. Hidrogeni gördüklərimiz dubletlərə gedəcək. Dubletlərə gedir. Çünki hidrogen, Zəhra, hidrogen alsa da, versə də özünü dubletə çatdırır, yaxşı. Amma burada düz deyirsən. Aygül bildin? Bəli, başa düşdüm. Fosforda da müəllim, Ehtiyacı yoxdur. Onlara deməyə ehtiyac yoxdur. Əsas hidrogenlər çıxdı, variantı tapdı. Zəhra, bir də bayaq qayd nəsə alınmayıb. 5-i bir dənə sürətli şəkildə təzədən izah elə. Hansı müəllim? 5-ci sual nəsə qayda düşməyib. Hə, 5-i. X və Y atomları birləşmə əmələ gətirərkən elektron sayı qrafikdəki kimi dəyişir. X müsbət 3 və Y mənfi 3 ionlarının əmələ gətirdiyi X-Y birləşməsinin molekulunda 36 elektron olarsa, A-nı hesablayın. Burada qrafikdə X-in A elektronu var, Y-in də A plus 4 var. Burada X də müsbət 3-dür, yəni 3-ünü vermiş olur. Onda A üstəg X, A üstəg A çıxaq 3 olur. Y-də də A plus 4 deyir, 3-ünü alışdı özünə. Ona görə A plus 4 plus 3 olur. Burada X bərabərdir A minus 3-ə, Y bərabərdir A plus 7. Cəmi 36 olur. A-mız da nəyə bərabər olur orada? 36 yox, 32 olur. A da bərabər olur 16-ya. Aha. Sonra Aygül 8 oxu. Natrium sulfidi əmələ gətirən ionların müəyyən edir. Mənim natrium sulfid, natrium SO4 deyilmi? Yox, o sulfat idi. Natrium sulfid, natrium S yazıram. Elə bax, tam ki bilmirsən də. Gələcək dərslərimizdə öyrənəsən ki, sulfidlərdə həmişə sulfid özünü mənfi, kükürt özünü mənfi 2 kimi göstərir. Natriumda artıq müsbət 1-dir. Bunları gələcək mövzularda öyrənəsən. Çarpaz üçəndə 2 olur. Eləmi? Deməli, natrium müsbət 1-dən kükürt mənfi 2-dir. Yaxşı? Onda 1-4. 1-lə 4. Zəhra bildin? Sulfidlərdə, məsələn, kalium sulfid desəydi, yenə kükürt özünü mənfi 2 kimi göstərir. Olur, kalium 2S. Yaxşı? Kalsium sulfid olsaydı, kükürt yenə mənfi 2 olur. Kalsiumda bilirsiniz ki, müsbət 2 olacaq da. O ikisini verir axı. 20-də ikisini verir, oktetə çatdırır da özünü. Olacaq ayaqları 1-in 1-ə. Yaxşı? Bəli. 9-cu sual. Kim oxuyur 9-u? Aha, sən oxu, Zəhra. Deyir ki, hansı elementlər bir-biri ilə kovalent xarakter birləşmə əmələ gətirir. Kovalent xarakter də qeyri-metallar arasında olan idi. Burada X-də metal var, qeyri-metal yoxdur. Y-də də metal var, metal yoxdur, qeyri-metal var. Z-də də metal yoxdur, qeyri-metal var. T-də də metal var, qeyri-metal yoxdur. Kovalent xarakterdə Y-lə Z olacaq. Qeyri-metalların arasında olur axı. Mən də Y-lə demişdim. Aha, müəllim, səhv başa şərtində hər qeyri-metallar arasında olursa, onda Y-lə. Bəli. 10-cu sual Aygül oxu. Deyir, X-in müəyyən edir. Burada deyir ki, CO2, C-dir. Mən bu atom kristal qəfəsidir. Bəli, atom kristal qəfəsi. Kristal Aha. 11-ci sual Zəhra oxu. Hidrogen xlorid ümumi olan və natrium xlorid. Deyir, ion rabitəli. H-xlor budur, natrium xlor da budur. İndi ümumi olan ion rabitəlidir Zəhra ikisi də. Hə, yox müəllim, hidrogen xlorid ion rabitəlidir. O qeyri-metallar arasında. Natrium xlorid ion rabitəli olan. Bəs kovalent rabitəli o hidrogen xlorida aiddir. Birləşmə atomların sayı 2-dir. Mən ümumi olandır bu da. Bəli, yalnız 3. A variantı. 12-ci sual Aygül. Oktet qaydasına ödənilən ionları müəyyən edir. Oktet qaydasını deyir. Bu NS2MP6 deyir bizə. Burada müəllim litiumu çıxaq müəllim. Litiumu biz demişdik ki, bu dublet qaydası. 3 dənədən birini verəndə neçə qalır? 3 getdi. 3 dənə bax, litiumda 3 dənə idi, birini verəndə neçəsi qalır? 2-si. 2-yə gəldi elə. Karbonda da 6 idi, 4-ünü verəndən sonra NS2-yə gəldi. Karbon 6 idi, 4-ünü verdi, 2-yə gəldi yenə.
Yəni özünü heliuma, iminli heliuma bənzədirsə dublet olur. Oktetdə görsən 10-dur, yenə neona Mən 18. magnezyum. Tamam. Magnezyum neona bənzədir özünə. Aha, kükürt də. Burada kükürt də özünü argona Ay sağ, bənzədir. sio. Olacaq İkisini 1-dən alırıq. 2. Aha, 1-dən Birdən 2 iki. B variantı. Zəhra oyun çoxu. Deyir Z birləşməsində atomların zəmini hesablayın. İyon rabitəli birləşmədə Natrium. natrium 2, yəni natrium 2 və X var. Burada da